30 ilə yaxın bir müddətdə böyük kədər hissi ilə biz işğal tarixini xatırlayırdıq. Lakin bugün qürurla deyə bilərik ki, 2 aprel tarixi bizim üçün şərəfli bir gündür. Çünki daha 27 ailə öz yurt yuvasına, əzəli torpağına qovuşdu. Kəlbəcərimizə davam etdirilən bu quruculuq işləri olsun, dövlətimiz tərəfindən həyata keçirilən böyük qayıdış prosesi olsun, özü bir daha sübut edir ki, nə tunel qətliamında, nə Başlıbeldə, nə Ağdaban faciəsində həlak olan soydaşlarımız unudulmayıb. Onların ruhu bir növ təsəlli tapıb. Bu dönəmdə həm də onu qeyd etməliyəm ki, vətəndaşlarımızın köçünün, böyük qayıdışının təmin olunduğu 1-ci yaşayış məhəlləsində gördüyünüz kimi mənzillər müasir şəhərsalma prinsiplərinə uyğun olaraq inşa edilib və hər bir mənzil davamlı olaraq su, işıq, qaz və sürətli internetlə təmin olunub. Həmçinin sürətli liftlərlə də binalar təmin olunub. Bir məqamda qeyd etməliyəm ki, artıq köç prosesi ilə bağlı biz daim Kəlbəcər şəhərindən danışırdıq, amma 2026-cı il ərzində biz həm də Kəlbəcər rayonunun kəndlərinə də artıq toxuna biləcəyik və növbəti köçün də məhz Zar kəndinə olacağı ehtimal edilir. Çox sağ olun.